Kickboksingin inkişafına növbəti töhfə. Abşeron Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı Azərbaycan Kickboksing Federasiyasının dəstəyi ilə 9 iyul 2026-cı il tarixində Sumqayıt şəhəri Nəsimə adına Mədəniyyət və İstirahət Parkında İdman Hamı üçün layihəsi çərçivəsində kickboksing üzrə kütləvi idman tədbiri keçirilib. Layihənin əsas məqsədi uşaq, yeniyetmə və gənclər arasında kickboksing idman növünə marağın artırılması, sağlam həyat tərzinin təbliği və idmanın kütləviliyinin daha da genişləndirilməsi olub. Tədbirdə yeniyetmələr arasında Avropa çempionu, kişilər arasında Vako dünya çempionu Əli Hüseynov, eləcə də Zərbə Kickboksing klubunun 40-a yaxın oğlan və qız idmançısı iştirak edərək nümunəvi çıxışlar nümayiş etdiriblər. Xatırladaq ki, Zərbə İdman Klubunun baş məşqçisi Elnur Piriyevdir. Azərbaycan Kickboksing Federasiyası ölkəmizdə kickboksingin inkişafı, gənc nəslin sağlam ruhda yetişməsi və idmanın daha geniş kütlələr arasında təbliği istiqamətində həyata keçirilən bu cür layihələri daim dəstəkləyir.